Plov. Plov haqqında yanlış bilinənlər. Birinci, plov Azərbaycan mətbəxinin şahı adlanır, amma Azərbaycanda əhalinin əksəriyyəti plovdan daha çox digər yeməkləri sevir. Daha çox sevilən yeməklər yarpaq dolması, kabab və son dövrlərdə dəbdə olan xəngəl. İkinci, plovun adlandırılması. Plov bütün dünyada plov olaraq adlandırılır. Müxtəlif xalqların dilində bu yeməyin adı plovdur. Təkcə Azərbaycanda aş adlandırılır. Bu səhv adlandırmadır. Çünki aş sözü Azərbaycan türkçəsində sulu yemək mənasındadır. Yəni şorba. Plov da sulu yemək olmadığı üçün o aş adlandırıla bilməz. Üçüncü, plovun çörəklə yeyilməsi. Azərbaycanda bu cür yeyənlər var. Hətta deyərdim çoxdur. Yəni bu da kulinariya qaydalarına bir növ ziddir. Yəni uyğunsuzluqdur. Və ən sonuncu, çox gülünc olan toylarda plovun qılıncla, qalxanla, odla gətirilməsi bu bir marketinq xodudur. Yəni toy sahibindən pul qopartmaq üçün bir bəhanədir. Plovla heç bir əlaqəsi yoxdur qılıncın, qalxanın, odun. Bu qədər.